Ha sakkal, indi gördün necə iblisler peyda olur adamların içinden? Görmedim. Görmedim. Muhtardan qara kağız gəlməsəydi Cəbrail açmazdı o qapını. Açmazdı. Bu zamanada bir iblis var. O da müharibədir. Cəbrailə haqq vermirəm. Əskər ailəsini dağıdıb, böyük qələt edib. Səndən də razı deyiləm. Nə haqq tutursan onu? Deyirsən qaytaraq? Əlbəttə, Hay. qaytar gəlsin işinin üstünə. Oy, deyirsən qorxu qadağı olmasın, ha? Oyun Cəbrail'i baxışdı ya. Sabahlarda ona bakıp başkaları da əskər ailələrine satasınlar, ha? Ne diyeyim, ağsaqqalsan da. Cəmaat namusunu çölə tullamayıb. Onsuz da dərdimiz çoxdur. Bir dərd də sən qoyma üstünə. İnşallah qələbə çalarıq, müharibə qurtarar, hər şey düşər öz yoluna. Oy, emes budu gelip direnip mazdoğa, talihimiz tükten asılıdır. Babadanlıqdan danışır. İnamını itirmə qurban. Heç vaxt inamını itirmə. Bana bak Skandiyar kişi. Kılınç kurbanım ben. Demez üstüğümü hırttığıma direse de inanmı itirmem. Ancak indi söhbət ayrı şeyden gelir. Ha, o ne ter gəlib olar ki, kızıl asker cepheden qayıdıb arvadını başkasının kucağında görer. Bir iş də olub, vallah bir də olmaz. Mən də sirem olmasın. Bak, elə ona göre de Cebrail qayıtmayacaq, vəssalam.